Nisan abla dalıb gedərdi. Ki, məni linçləyə bilərlər. Bilməm. TikTok üçün çəkirlər serial. 300 manat öpüşmərəm. Auksiyona qoyuruq da. 1000 manat öpüşərdim. Türklər, Azərbaycanlılar nadirən, amma İtalyanlar yaraşıqlıdır deyə. Götüşlən oğlanlar çox yaraşıqlı. Ya aktyor olmalıyam, ya bloger. Kutlava Vadisi Maykanolu. Yox, amma şey olub, stikerlər var idi. Eksimi sevirəm. Pərvin Abiyeva dostumdur. Yəni bu görsə öldürməzdən mən. Heç düz eləmədi. Gözəl qızdır. Üzürlü say. Bir də səhnə gəldi. O qədər çılpaq səhnələr. Bir izləyici olaraq öyrəşməmişəm. Bildim ha səhnədə Cersei ilə Jaime səhnəsi. Bu yayımı 24/7-nin və Ikona Az Dizayn şirkətinin baş sponsorluğunda izləyirsiniz. Salam hörmətli izləyicilər. Bu gün biz Eşref və Yeraltı dizisindən danışacağıq. Qonağımız Ramin Bünyaminov. Əminə xanım, Ruslan bəy, onları siz artıq tanıyırsınız. Mən də Nil Hüseynim. Ramin bəy, siz dediniz ki, Eşref və Yeraltı serialından başqa türk seriallarının heç birinə baxmırsınız, ümumiyyətlə xarici seriallara da baxmırsınız. Bugün biraz da bu seriallardan danışma səbəbimiz budur. Bəli, bu aralar yəni sırf 2 serial var ki, onları izləyirəm. Ssenarisi daha maraqlı gəlir mənə. Biz əvvəllər nə bilim içəridə, Çukur, bu tip seriallara baxdığımız üçün bu tip. Baxmısınız da onlara? Mən ümumiyyətlə elə bildim ki, ümumiyyətlə Yox, sevmirsiniz. bu dövrlərdə, bu dövrlərdə bir dənə onlara bənzətdiyim üçün daha çox mən Çağatay Ulusoy bəyəndiyim üçün onun rol oynadığı seriallara baxıram. Hə, bəs Medcezir. Medcezirə də baxmışam. Medcezirə baxan Bəli. oğlan. Medcezirə baxan oğlan. Çağatay Ulusoy harda oynayır? Adamın özünü bəyənirəm. Həm Aktyor vizual kimi. görüntüsü, həm də aktyorluğunu. Bəs Feriha. Adını Feriha qoyduğuma baxmışam, amma çox uzun illər öncədir. Artıq demək olar oradan heç xatırlamıram. Mən xoşuma gəlmirdi. Bir dənə bilirdim ki, padvalın altında qalırdı qız. Binanın altında qalırdı. Bir daha onu bilirəm. Aşağı mərtəbədə Eynən. kasıb qız Eynən. özünü varlı kimi göstərən Bəli. klişe serial. Sən baxmışdın? Yox. Mən o serialdan xoşum Mən gəlmir. baxmışdım. Yəni baxmışdım, uşaq vaxtı baxmışdım da özdə. Mən nə vaxt gördüm televizorda dava qırğınca evdə orada. Hay, Hüzünlü kekim Ferrari. şeydi Çok belə. hüzünlüydü. Dramatik, Ha, drama dibində yəni. bildin. Qıy Kasıb qıy qıy, dramatikası. o kaman musiqi var, arxa fon. Toygar işıqlı idi da deyəsən. Deyəsən, hə, deyəsən. Of, çox pis. O çox başım Ya, şişir. qəşəng serial. Əslində Toygar işıqlı musiqiçi olaraq, film musiqiçisi olaraq çox möhtəşəm işlər görüb, yəni. Hə, onu da çox bəyənirəm. Amma mən elə gəlir ki, adını Feriha qoyduğumda Toygar deyildi. Çünki Toygarın musiqiləri, yəni qulaq asanda Ya adamı yormur, məncə də o bezdirir. deyildi ya da ki bəlkə də o idisə, da izləyicilər bizim səhvimizi düzəldir. O qədər drama çox şeydir. Yəni o qədər ağlaşma, bəsdir də dair. Eynən. Ya bəs yaprak dökümü də ağlaşmadı, amma o biraz Əksinə maraqlı mən ağlaşma. yaprak dökümü sıxırdı məni. O dövrlərdə məncə bütün seriallar o biraz Drama ilə deyildi. Eynən. İndiki seriallarda mafiyadılar. Eynən. Qaydaq mafiya seriallarımıza. Məsəl üçün bir başlıqda birinci Ramin bəydən Bu sonra. arada bir dənə mən izləyirəm o serialı. İzləyirlər. Məsələn, Əminə xanım Eşref Rüyanı full izləyir, bilir. Arxa fondakı dramaları da bilir, aktyorları da bilir. Hə, Baxın, bu iki serialdan favori obrazınız hansıdır? Kimlərdir? Eşrefdə mənim favori obrazım Gürdaldır. Niyə? Nə pis soruşdum niyə? Çox dəli bir obraz var və məncə kinoya rəng qatır. Müslüm var idi orada, öldü sonuncu bölümdə. Yəni onun o qədər də ölümü Təsir eləmədi. Hekayədə heç təsir eləmədi. Hekayədə heç bir dəyişiklik eləmir, amma Faruqla məsələn o üçlü daha rəng qatır, amma mən yəni Eşrefdən sonra yəni ən sevdiyim Gürdaldır. Bəs Gürdalın çapqınlığı? Dansa Çox qızına vurranır elə bil ki. Məncə uşağını itirdikdən sonra o obrazında dəyişikliklər olur, Daha xarakterində. uşaq ölüb dayı. İndi Yəni bir də orada O qədər gecikməyin kişilər. Bir dənə də yaraşıqlı oğlan var. Ay Allah, adı nə idi? O Eşreflə baş rolda da əslində o da saçını arxaya yığan. O da baş roldadır. Kadir. Kadir. Kadir məndə belə. Ha, Kadir. Kadir Komik. çox o da qəşəngdir. Eynən, yəni kinoya Danışığı rəng falan qatır. stili çox maraqlı olur. Kadir, Gürdal, Eşref, Nisan, nə bilim. Mənim yoldaşıma oxşadılar əslində izləyicilər Nisana. Şəbnəm xanım Şəbnəm oxşayır. oxşayır. Çox bizə direkt mesaj gəlir ki, çox oxşayırsa. Qızın düzdür, əsl adı yadımdan çıxıb. Demet Özdemir. Demet Özdemir, ay sağ ol. Məncə çox məşhur aktrisadır, amma partner olaraq bilmirəm nə qədər. Çox adam yaraşdırmır Nisanı. Mən əslində Əşrəfi Nisana yaraşdırmıram. Çünki Nisan daha yaxşıdır. Gözəllik olaraq yaraşdırmısınız ya? Ya, mən də onu bilmədim. Gözəllik olaraq, Uyum olaraq hə. nə uyumu olaraq. Əşrəf dayı oxşur. Çox kökəli. Ha, hə, o qocadı bu cavan. Bu arada kimi. ikinci sezondan sonra adamı nə hit Hə, izləyir. çox Fikir verdi. Hər arada İzləyicilərlə yeyilir. məndən razılaşardı. Yəni üzü buxaq azı çıxıb yəni. Deməli, baş O çox yar, kökəldi. o bir dənə səhnəsi var idi. O dəniz qırağında gedir belə üstündə atkısı var belə qış.
adam necə yaraşır. Birinci Birinci sezon sezonda həqiqətən çox yaxşı idi. İstədiyi vaxt kökəlib, istədiyi vaxt arıqlaya bilirlər deyə mən bunu yəni dəfələrlə Çağatay ümumiyyətlə hətta qarın buraxıb bəzən arıqlayıb bədən yığıb, Uyquçu filmində də qarın buraxmışdı. Bəlkə filmə görə olub o idi. Məncə də filmlə o ortaq sezonun elə bil ortasında çəkildi deyə ikinci Heç sezonu professional keçiddə. deyil də. Amma yəni arıqlaya bilər də. Amma çox adam deyir ki, məsələn, o serialın başında Əşrəfin 4 illik sonra ölüm şeyini göstərdilər səhnəsini. Çox adam deyir ki, məsələn, o başdakı səhnəyə sondakı səhnə uyğun olmayacaq çünki Arıqlamaq gedir. Hə, əməli fərq edir də. Biraz arıqlıq Məncə heç gedir. olmayacaq. Məncə onu ora qoyacaqlar. Hə, o əvvəldən çəkildi. Bəlkə Əvvəldən onu heç çəkiblər. dəyişdirdilər ki, çünki ölməyəcəklər kimi gəldi mənə hətta. Sonra 3-cü Amma sezona birisi də davam bitir. edəcəkdilər. Yox. Axırıncı Hə, sezon. bitirdi. Hə. Amma davam edəcəkdilər. Sonra qalma. Skandal çıxdı, qalma çıxdı. Onlara Əminə Çağatay- xanım. Nə Amma dedin sən? mən bunları bilmirəm. Çağatay- Orada niyə davam etmədi? Çağatay sevgilisi Malbora Deməti qısqanırmış, bəli. Sonra gəlib hər gün setdə yatırmış, otururmuş setdəki, bəs bunların arasında şey yaranmasın da. Məncə düz eləyir. Sonra Deməti Niyə Elə də öpüşürdülər? Niyə öpüşürdülər? Öpüşürlər də. Onunla qısqanır. Yox, deyib ki, bəs Demətlə elə şey səhnələr çəkməyin. Demət də imzalamayıb. 3-cü sezonu hə. Demək ki, məncə izləyici sayı Çağataydan daha çoxdur. Məncə də, yəni Demət Xaricilər də var. Amma əslində Çağatay Ulusoy Instagramı aktiv istifadə etmir. Etmirəm. Aktiv istifadə etsə məncə üzərinə, yəni məşhurluqda olmasa, sadəcə adam bir ildən bir post paylaşır ya paylaşmır, yəni onunla belə 10 milyona yaxın izləyicisi var, amma yenə də deyirəm, Demet gözəldir, mən çox bəyənirəm, amma partner olaraq nə bilim. Xatayla kim uyurdu be? Sümeyyə Aydoğan var idi. Onda şeydə Serenay olsundu. Nə? Sədə, yəni o Serenay biraz Çağatay uzun boydu deyə uzun boy qızları daha çox ona yaraşdırıram. Demət uzundu. Demet o qədər də uzun deyil də, yəni. 70-75 olar bəncə. Yox, o qədər olmaz. Qısadır demək. Məncə uzun. 1.75 də olmaz da, yəni. Çağatay 1.85-dir. Mənim eyni boyda da onu bilirəm. Demet inanmıram 1.75. İzləyənlər yazar bu. Başa. Yazılır. Bilmirik. Demetin boyunu yazarsınız. Mənim xoşuma gəlir. Məsələn, Nisan belə şirin obrazı xoşuma gəlir. Aktrisadan kənar belə özünün obrazı xoşuma gəlir. O obraz belə şirindir. Nə deyirlər ona? Yaz dizisi qızıdır da Hə, hər. yaz dizisi. Öyrəşmişəm o qıza. Hə, Öyrəşdi şirin artıq. gəlir mənə çox. Skandallarda mən bunu bilmirdim ciddi. Bəli. Yəni mən orada elə bildim ki, amma çox gözəl bir mətn yazmışdılar. Rəsmi səhifədə çox xoşuma gəldi. Üzüldüsən? Dokunaqlı sözlər idi, hə. Və Yeraltı serialını elə bildim ki, onlar bir rəqib oldular. Yeraltı və- onları keçdi. Yeraltı hətta onları keçdi, amma o mövzuya Yeraltıda mən qayıdacağam. Yəni filmə baxsam da çox narazıçılıqlarım var Çox, filmlə bizimlə bağlı. Və bunu məncə TMSP çəkirdi onları. TMSP məncə bütün heyətdə bunu bilir. Sadəcə Bəli, bəli. nəsə maliyyə orada problemlər var. Onun üzərində danışarıq, amma Eşrefdə yəni adamlar yəni 47 bölümdür də. İlk sezon 14 bölüm idi, 13 bölüm idi. Çox bəyəndim ilk sezonu. Sezonu finalı çox qəşəng idi. Çox. Məncə daha orada həm evlər, həm çox pul xərclənmişdi o kinoya. Doğrudan yəni bir serialda pul rol oynayır da. Yəni sən nə qədər eyni səhnədə çəkəcəksən. Amma gözəlliklərin ala bilmədilər məncə. Əslində Əşrəf TikTokda çox məşhurdur. Çox O şey, məşhurdur, Reels falan Reels, da. Ona editlər. görə ona görə dedim ki, TikTok üçün çəkirlər serialı. Ona görə biraz da elə bir ki, və TikTok Reel şey kimi də editləri kimi görünür. Hə, biraz var hə belə Dərinlik süniliklər. yoxdur. Ay bir nəfər girdi ora tok 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 Hə, tok yəni hamısını hamını öldürdü şey, yəni. qırdı, Biraz belə biraz real olaq da biraz. O serialla büdcə temasında əsas şey çatdırmağa çalışdıkları psixolojik şeylərin nədir, necə qəşəng yansıda bilərlər, ona da təsir edir. Yəni o şey bu malikanədə qalıb o içəridə türmə kimi Bütün gün o yaşayır. tipə elə mafiya olur. O çox cringe. Ya, o bildiyi şeydir. Mən onu bilsinəyə görə onlar sanki gəldikləri yeri unutmasınlar Yes. deyə elə bir Amma səhnə 3 qurmuşdular. kişi bir şeydə çox cringe və elə fantezi gülməli gəlir. Əslində o da fantaziyası odur ki, yəni baxan fikirləşsin də ki, bu adamlar görən nə psixologiyadır ki, belə şey okey olublar da, yəni bilmirəm. Eynən. O da tema. O bir ikonikdir də o da nəsə bir hə. Özləri Məncə, nəsə rəng yapdılar. qatdılar da. Ya Fərqli istədiyi qədər idi də, ikonik ola bilmədi. yadda qalır. Olmadılar. Ola bilmədi Əşrəf. Amma İstədiyi qədər. istədiyi qədər olmasa da bayağı oldu da. Yəni Eşref adamlar birinci obrazı bölümdə oldu. 50 milyon, yəni məncə dostlar serialın aktyoru və aktrisası çox böyük rol oynayır serialda. Bir də bəxtsiz aktyorlar var dedim. Nəsə mövzumuz olur. Onlar nəyə çəkirlər 7 bölümdə qurtarır da. O da yəni. gələn bölümün mövzusu, Aa, bəxtsiz eynən, O da aktyorlar. gələn bölüm mövzusu danışarsa o barədə də. Mən düşünürəm ki, Çağatayın olduğu bir də baxın məsəl üçün mən Çağatay ilə bərabər 3 nəfəri bəyənirəm. Kıvanç Tatlıtuğ, İynəm Aras Bulutlu. Bu 3 mənim, favoritimdir. Onların olduğu seriallara pis olsa belə baxıram. Çünki mən onların özlərini sevirəm. Mən görüntü adamıyam. Məsəl üçün mən
xanımda da bəydə də ilk nə bilim vizual görüntüyə diqqət edirəm də. Bu bəlkə məni linsləyə bilərlər. İnsanların gözəlliyinə baxırıq, aşiq oluruq, sonra onun daxilini sevirik və daxilini sevdikdən sonra gözəllikləri bizim üçün artıq mənasız olur. Mən o tip adamam. Məsələn, onların yaraşığına, qızın gözəlliyinə. Məsələn, yeraltıda o qız Sümeyya məsələn rol oynaya bilmir də, hə. Rol oynaya bilmir amma gözəldir, mən ona görə bəyənirəm onu. Şey də qəşəngdir, o birisi Ceylan da qəşəng deyil. Ceylan çox gözəldir. Bu arada oxşursa, Mən göz quruluşu, qaşları oxşamır. Belə çəkik göz. Eynən. interesant. Ceylan. Yarı Asian. Adı nəydi onun? Yadımdan çıxdı. Ceylan. Yox. Şey, Devrim Özkan. Çox bəyəndim. Torreira'nın sevgisi. O məsələ heç xarici görünüşə önəm Yəni vermir. bu boyda boyla o qızın Devrim fikir Çapa vermir olun xarici pula. görünüşə. Çapa Yox, olun. elə deməyək. Devrim desin ayrılanan sonra yox, o kimi Demet də bir futbolçu ilə sevgili idi. O hətta Fenerbahçe'də Beşiktaş idi, haraydı, hə? Yadımdan çıxdı və dedilər ki, bəs Neçə milyon ziyan vurub da. depressiyaya düşüb falan oynaya bilmir artıq falan. Ramin bəy, bax məsələn siz aktyor olsaz, əməlli başda seriallarda oynayan aktyor olsaz və dram aktyoru olsaz da məsələn. Serialda gəlir ki, öpüşmə, sevişmə səhnəsi falan, siz də evlisiniz də. Nə deyərsiniz? Burada bir məsələ var. Azərbaycanda çox film və seriallara dəvət almışam. Amma getmirəm. Niyə? Çünki burada bir məsələ var. Amma siz çox bacararsınız, yaxşı Mən bacararsınız. ya aktyor olmalıyam, dostlar, ya bloger olmalıyam. Mən bloger olsam, maddi vəziyyətim aşağı düşəcək. Azərbaycanda aktyor olsam, maddi vəziyyətim aşağı düşəcək. Və mən işlədiyim böyük brendləri və şirkətləri itirəcəm. Çünki mən artıq aktyorum. Bloger, influencer məhsulu tanıdan və reklam edəndir. Aktyor isə başqa bir sferadır. Ona görə mənə təklif gələndə təzəcə tanıdığımız bir seriallardan və filmlərdən də təklif gəldi. Gözəl də büdcə verirdilər, amma mən razılaşmadım. Çünki mən ona addım atsam, artıq öz fəaliyyətimdən uzaqlaşmalı olacağam. İkisini bir arada apara bilmirsən. Ya sən müğənni olmalısan, ya müğənni olmalısan, ya aktyor olmalısan. Ya bu ikisini bir arada heç vaxt olmur. Adamlar var, universaldır, müğənni, aktyor, bloger, nə bir... Bu olmur da, yəni sən nəyisə bir köklənməlisən. Məsələn, mən bu podkastdan çıxıb Dəniz Molun çəkilişinə gedəcəm. Bu Dəniz Molun çəkilişinə mənə aktyor kimi yox, bloger kimi çağırıblar. Mən aktyor olsam, mən orada hansı aktyorumuza bəyəm reklamlar verirlər? Pərvin Abiyevaya vermirlər. Məsələn, Pərvin Abiyeva model, aktrisa kimi mən düşünürəm. İnternet məşhuru kimi olur. İnternet məşhur, sosial məşhurdur. Sosial məşhur. Yəni ola bilər 2-3 mən də onda dəvət alsam 2-3 dənə kinoda oynasam. Amma aktrisa kimi başlamışdı məncə. O dostumdur, bir-birimizi də izləyirik. Yəni bu görsə öldürməzdən mən çox yaxından fəaliyyətini izləmirəm deyə bilmirəm necə başlayır. Amma buradan Pərvinə də çoxlu İTV-də öpücüklər. bir dənə filmi var idi, belə thriller janrında. Mən yadımda. Pərvin çox gözəl qadındır. Boy, buxun, şarımı vardı. Adam yəni 1.80-a yaxın boyu var. Yəni o barədə, amma aktrisalığına o qədər yaxın nə yalan deyim izləməmişlər. Öpüşmə söhbəti var. Onu necə yaddan çıxarda bilərsən? Elə bildim özünüz şey eləməlisiniz. Türk seriallarında mən Türkiyədə yaşasaydım. Araya yastıq qoyub. Yox, yastıqsa deyil. Şəbnəmə deyirəm ki, Şəbnəm, mən Türkiyədəyəm və çox məşhuram bloger kimi və mən aktyor kimi fəaliyyətim orada da axı çoxu modellikdən aktyorluğa yönəldilər, Çağatay, Kıvanc və s. Deyirəm, düşün ki, öpüşmə səhnəsi var. Adamlar qazandığı pul bilirsiniz də, dodaq quzulatandır da, yəni bölüm başına 30 milyonlar TL'lər söhbət gedir də, yəni milyonlarla puldur. Deyirəm ki, olsun, öpüş. Problem də var. Sözün canı Türkiyədə olsa bəlkə, amma Azərbaycanda inanmıram. Azərbaycanda hansı öpüşmə səhnəsi olur? Olsa bizdə öpüşmə səhnəsi yoxdur məncə. Yəni çəkilmir. Varsa da olub deyəsən. Varsa bizim xəbərimiz yox. YouTube'da zətdə deyəsən seriallarında olub. Pərdədə falan ola bilər bəlkə. Hansısa YouTube seriallarında olub, yəni 300 manat öpüşmərəm də. Qiyməti var. Auksiyona qoyuruq da qalır. Azərbaycanda öpüşmə 1000 manat öpüşürəm. Ki bəs ki, böyüyür də şeylər. Bunu da rejissorlar fikirləşsində bizdə. Də Şəbnəm xanım qısqanmır. Bəs Şəbnəm xanım qısqancdı, amma məncə onu qısqanmayacaq. Professional olmaq lazımdır bu barədə. Amma məsəl üçün Demet Özdemir professional olmur. İndi mən çox sevirəm aktrisanı, amma olmurdu. Onun bütün seriallarında. O şəratları yazığa. 2-3 dənə oğlanla belə 2-3 bəsdir. Mən istəmirəm bu ərim ondan çəkəcək. Yox, oynadığı partnyorla sevgili olub. Ona qalanda Serenayın üstünə yoxdur. Yəni Serenayla. Serenay göz vurandan sevgili olur. Elə Çağatay da o Aslıhanla şey idi, bir kinoda Amma Çağatayın həyatındakı olan xanımlardan
olubsa da biz bilmirik. Görürsün necə sosial Bir dənə qız yansıtma. var idi. Adı nə idi? O bir dənə onu bilirəm. Maksimum adamın 15 illik karyerasında 2-3 nəfər tanıyırıq. Hə, 10 il falan o qızla bərabər sevgili oldu yəni. Şey, o da aktrisaydı, Duyğu Sarışın. Duyğu, hə, Duyğu o da bir qəşəng. İnşallah xanım. gözəl qız imiş. Çox gözəl xanım. Duyğu? Nə, kimi biraz. Şumaya necə deyirəm birdən-birə atlandı çıxdı deyə. O məlum idi əslində. Serenaya oxşarlığından məncə qabağa gələcəyi bilinirdi. Bəlkə də nəsə temalar var orada. Sən backup planı da Hə, bilir. o da nəsə Əslində belə. o- Amma Qatar serialında- gözəl qızdı. Üzürlü sahib. Qatar serialında Şəbnəm xanım bu podkastı izləməz. Çağatayla onu Serenayın əvəzinə gətirdilər də. Serenayın Tutmadı amma o yedəki idi. serial, hə? Tutmadı. Tutmadı. Hansı serial? Qatar. Çağatayla Sümeyyen Qatar oynadı. 13-14 bölüm getdi. Tutmadı. Yəni o Serenaya görə gətirmişlər yedək olaraq. Biraz şey Hə də bunların hype var, gətirdilər ki, hə bu da bəlkə Çünki tutar, tutmadı. Çağatayla Serenay çox bir yaraşırlar məncə. Yaraşırdılar. Yəni Amma Serenay bacarır da o aktrisalığı, Sümeyye bacarır. Ağzından tüpürəcək çıxırzadı. O adam oyunda. Serenay, yəni Burnun serial axır heç vecinə deyir, Türkiyədə də olmalı. Serenay yaxşı. Çünki o gözəlliyini yox, aktrisalıq önündə. Çünki o gözəlliyi artıq sübut olunub. Nə geysə deyirlər ki, Məsələn, yaraşır. amma gözəlliyi sübut olan başqa bir qız da var. Adı nədir? Hande Erçel. Amma o çox sıxır özünü. gözəldir Çox də. gözəl. Yəni Türkiyənin ən gözəl qadınıdır bəlkə. Adam Hə, axırı çox gözəl, mən çox Türkiyənin mənə bəyənirəm. görə ən ən gözəl gözəl xanımı. Özünü çox sıxır. Nəyi? Ona görə oynaya bilmir. İstəyir ki, ancaq gözəl görsənsin. Çox düz təsbit. Vallahi düz deyir. Onun axırıncı Qatar Airways-ə çəkildiyi. Yəni Amma modelliyi üçün daha Hə, uyğundur. hə, Hə, yəni Gəz, o geyinsin, gözəllik- göstərsin. Barışla da qəşəng yaraşırdılar onlar. Barış Arduç, hə, yaraşır, ikisi də qaraşıq Mən qəşəng. yaraşdırmadım. Barış Arduç'u nəsə bəyənmirəm. Niyə mən bəyənirəm? Serial kiralı Barışın axırıncı şeylər çıxandan sonra. Orada əslində o biraz onlar daha çox öyrəşib bıraq yay aşk Hə, diziləri. Bax indi sən görürsən ki, sənin yoldaşın tutaq ki, serialda oynayır və yoldaşının serialda oynadığı xanım bundan öncəki bütün seriallarındakı aktyor yoldaşları ilə sevgili olub. Neyniyərsən? Hə, İcazə sən- verərsən, Əsas qısqanarsan. təhlükəlidir. Çünki bığlı oğlan var idi. Çalı quşuna çəkilmişdi. Burak Özçivit, right. Burak Özçivitində məsələn Yaraşıqlıdır indi də. Yoday deyil. Yəni o seri göz gətir qaqalara dönüb. Seri göz gətir. Onu yaraşıqlısa bilmirəm. Yox, amma yəni o dövrdə Çalı quşu dövründə çox yaraşıqlı idi və onun sevgilisi gəlib yatırdı setdə, amma yenə də Fahri ilə evləndilər. Sevgisindən ayrıldı, Fahri ilə evləndi. Yata, hələ yatsa belə. Çox Yəni yatır. təhlükəli Biraz ola çox bilər. yatır. Təhlükəli ola bilər yəni. Deməli o yatmayıb o. Yaxşı olmayıb. Yaxşı yatmayıb, yatıb həqiqətən. Gözü açıq olsaydı olmaz Yəni, deyilir. biraz qorxulu ola bilər yəni o barədə. Amma çox əziyyət çəkirlər də. Siz yeraltı nəşrəfin mənardan 10 dəqiqə, 12 dəqiqəlik öz rəsmi şey qoyur arxa setidə, backstage. Adamlar necə əziyyət çəkir, necə yəni biz də deyirik əziyyət çəkirik də yəni. Bir həftə ərzində 2 saat yarımlıq serial çəkməlidirlər. Təbii ki, Hə, o gecə 2 saat gündüzləri yarım yoxdur. heç olmasa biraz azalsa bəlkə düzəməli bir şeylər də Hə, çəkərlər, gecə hekayə O olaraq. qədər adam idarə eləmək var, hər onun şeyi, Şey mikrofonla İstəbilən şey olmur da. qışqırırlar falan. Çox yəni çox çətin. O mühitdə nətər bir-birinə aşiq olurlar, o da çıxmır. Elə fikir bilirlər ona görədir. Məncə dostlar eynən. günü tanınır da. Məsələn üçün düşünün ki, Əminə xanım dedi ki, yəni 7 günün 6 günü bir yerdədirlər. Səhərdən axşama qədər. Mən də gedərəm. Yəni Mən də mən də yataram səhər orada. yataram. Yəni, Vallahi amma yataram yatmaram da, yəni. yəni göz açıq Amma yatıram. məncə biraz da məntiq olmalıdır. Yəni bu yəni böyük bir ödəniş qazanır və sən gözəl həyat yaşadacaqsan. Amma bəlkə yaşatmadı, boşandı, getdi o birisində. O da düzdür. İndi Yo, biz pendir çörəyi yeyək. Amma demək zad olmasın. salam çörəyi də- Lazım deyil mənə, lazım deyil. İndi baxın sizə bir sual. Eşref rüyada mı olsanız, yoxsa yer altında mı olsanız, gözünüz açdınız bu kainatların birindəsiz. Hansında sağ qalardınız? Eşref yolda sağ qalaram ya. Doğru. Qəşəng sağ Niyə Eşrefi qalaram. belə küçümsədin ki? Təsəvvür et ki, Nəyi? Eşrefin düşmənisən. Səncə sağ Düşməniyə? qalardın, hə? Nəsə bir ağlımı işlədərəm də orada. Nətər? yer altında bozon düşmən olsa qalmaq ehtimal biraz çətin O məsələdir. da var. Heç kimizə düşmən oluruz. Eşref- Eşref Eşrefin impulsiv asandır. idi yəni ona görə. Bozo yəni bir heç nə o biraz Eşrefdə yumşaq insan da Hə. Eşref amma bozo deyil. Eşrefdə bir sən də var. Eşrefdə bir sən də var. Bu Batman-də Bruce Wayne var idi. Hə, Onun belə hə. ailəsinə zətdən danışanda riski belə şey olurdu. Zəif Batman olduğu nöqtəsi zaman var. zəif Ha. nöqtəsi var. Eşrefin zəif nöqtə travmalarından girirsən, yanından dedin ki, mən deyirəm. Məsələn, İnsan Qadir- insan. Bir də gördüm. Qadir ölmədi. Hə, ölmür. Bir də gördüm Mr. Beast kimi sənə pul verir, nə istəsən də. Eşrefin çox romantikliyi var. Kadiri neçə dəfə öldürməyə çalışdı, öldürmək istəmədi. Yəni çünki uşaqlıqdan beri dul. Yəni amma bozo mərhəmətsiz deyir. Bozo Sozu mərhəmətsiz. hə. Tekin biri deyil yəni. Sağa sol Belə. bəlli Hə, deyil. onu deyirəm, Öldürə bilər, hə. öldürməyə bilər. Haydar Ali, təsəvvür edin ki, nə tərsə Haydar Aliyə düşmən oldunuz o kainatda. Yenə sağ qalardınız. Ya Haydar adam Ali əslində Eşref kimi bir insandır. 12 nəfəri birdən öldürən insan. Yox, sadəcə Eşref də 12 nəfər birdən öldürübdü. Hadi. Sadəcə Haydar Ali məsələn kinoda axırıncı bölümdə şeyin oğlunu öldürdü də. Bağışladı düşməni. Düşməni bağışladı. O da dedi ki, yəni mən bağışlamıram, öldürdü. Yəni Haydar Ali biraz Eşref kimi, biraz
İçində biraz yumşaq qəlb var. Əslində bozonun da prinsipi odur ki, deyir mən bunu etməsəm, sonra acınacaqlı vəziyyətə düşür. Ayaqları yer alardı. Mən elə düşünürəm. Məncə də bozo kimi düşünürəm. Yəni amma heç birini sağ qalmaram. Yəni 2-10 saniyəsində Mən yəni ağlımla yəni ölərəm. ilk 10 saniyəsi. İlk 10 saniyəsində məni hansısa öldürər yəni. Qorxu filmlərdə olur. İlk Çox 10 ehtimal saniyəsi. məni yurdal öldürərlər. Açılış səhnəsində ölür, loqo girir də, kino hələ indi başladı da. Niyə ki məsələn deyirsiniz bu ağlımla zarafat eləyərsiniz yəni. Nə bilim yəqin nəsə buraxıram da ağzıma zatan ki, yəni o da mənim ölümümə gəlib çıxar. Gürdal əslində özü gülməli insandır. Məncə sizdən yaxşı gedir. Ölürəm də ona baxanda. Mizahın xoşuma Gürdal gəlmir. məndə xoşum gəlirdi və çox şey idi. Belə çəkəndi özünə. Vəbşə aktyor yaxşı aktyordur. Yaraşıqlıdır özdə. Yəni yaraşıqlı deyəndə ki, belə şeytan tükü var da, belə deyək. Gürdal məncə onda kişi yaraşığı var. Bax o əsl mafiyaya oxşuyur. Çünki mafiyalar Eşref kimi yaraşıqlı olmur. Yaraşıqlı mafiyalar əslində olub dünya üzərində. Bəli. Peaky Blinders. Görmədik. Onlar da serialdır da. Real həyat. İtalyan mafiyaları yox, normal İtalyan mafiyaları da yaraşıqlı şeylər. İtalyanlar indi özləri yaraşıqlıdır da. Türklər nə olub? Başına. Ya, Türklər nə olub? İtalyanlar, Azərbaycanlılar bəs. deyə İtaliyaya Azərbaycanlılar göndərsə 5 nadirən. gün sağ qalmaz. Nadirən. nadirən. Türklər, Azərbaycanlılar nadirən, amma İtalyanlar yaraşıqlıdır deyə onun mafiyası da yaraşıqlı olur. Türklərin oğlanları çox yaraşıqlıdır qızlarına görə. Yox, qızlar qəşəngdir. Yox, Türklərin oğlanları çox yaraşıqlı. Mən Türk- Böyük baxımlıdırlar. Türk oğlanlarını o qədər Türkiyə hər dəfə bəyənmirəm. mən gedəndə oğlanları deyirəm ki, o bu yaraşıq. Adamlar yəni çox özlərinə baxımlıdır. Mənə də elə gəlir ki, Hə, Türklər elə gözəllik gürdal salonu. tipindədirlər. Qaş aldırmaq, Hə, hə. lazer, çıxmırlar da ancaq yəni Mən ona pis baxmıram, amma yenə də nəsə Türkləri Mən də pis baxmıram, görməmişmiş yaraşıqlı. şəxsi fikirlərim. Azərbaycan oğlanlardan qəşəng. Hə, bizim oğlanlardan yox. Canım. Əsnə. Like eləyin. Ruslan, bu iki kainatdan, bu Eşref Rüya ilə Yeraltı serialından qızlar vardı. Orada Nisan birindədir, o birində də Sultandır, Ceylandır. Bu obrazlardan, bu xanımlardan hansını öldürərsən kill, hansı ilə date eləyərsən, hansı ilə evlənərsən marry. Kill deyəndə yəni İnsanlar biləndə də o qədər. sən öldürmə də, denən ki bu Oyun ölsün. kimsə Hə, öldürür. hə. Yox, kimsə də yox, denən ki bu ölsün. Nisan Eşref Rüyadakı bilmirəm. yaz qızı qız. yaz qızı Beyt, Sultan bayaq nəsə xoşuma gəlmədi. Sümeyyə. Hə. Ona Sarı. yəqin ki, Kiril obisindən Meri. Ceylanla marry. Aa, Ceylanla marry elirsən, deyir ki, köhnə sevgilimi sevirəm. Bərət edir. Necə boşanacaqsa. Baxır kimlə. Səhv seçim elədin. Tema bir sənədir. Bu sualda şey var, nədir onun adı? Qabağımızdakı xarakteri bilir. Elə bil mən xarakteri deyirəm də, NPC-yəm. Mənim xarakterim yoxdur, sağlamlıq. Var ya, indi deyirəm ki, sən xarakterində evlənmisən qızla, deyir ki, mən köhnə sevgilimi sevirəm. Evlənmişəm, boşana bilmirəm. Elə variantım Boşandın. yoxdur. Elə Etimi boşandın. qəşəng elədim, bəs. Nisanla date eləsə nə problem yaşayar qoy görüm. Niyə problem axtarırsan? Yaxşı şeylərdən Problem də olmalıdır. danışdı. İnsan oxey qızdır. Yəni Əşrəfə qədər yaxşı idi, sonra həyatı şey oldu. Hə, minnaşdı. Sən elə onunla da evlən də. Niyə gedib? Elə olmur. Niyə Gözlə gedib Ceylanla elə. elə? Boşanın, Ceylan boşun Ay fikirləşərik. bala, ay bala bizə elə Bir gəlir dəqiqə, gətir. üçünə İranda edirəm onları. Üçünə İranda edirəm onları. Həm biri ilə evlənirəm, biri ilə də date çıxıram. Yo, elə şey boşuyorum da yoxdur. o Bizdə eyni anda ixtilaf- sual verə bilirsən. Kill date marry düz demə. Sən birini seçirsən də, yəni hə, eyni anda kimi düşünmə. Yəni deyərsən ki, bu obrazdan date eləyərəm uzaqbaşı. Fərqli-fərqli Ayrılıb bu biri ilə evlənlərdən marry. danışsan, adamlar eləyərəm. eyni evləndədir. Hə, sən belə düşün də. Deyirsən ki, bununla date eləyərəm, amma çox uzağa getməz. Ayrılaram, bu biri ilə marry eləyərəm. Date və marry kimi düşün. Hə, düzdür, yenə də bir şey dəyişmədi. Yenə də. Olmadı. Ramin bəy, siz hansı ilə kill, date, marry? Heç birinə məşəbən çəksin. Meri eləyərəm Ceylanla məncə. Oo. O da gəlir ki, qızımı sevirəm. Nə yapacaksınız? İkisini sevirəm. Sümeyyə ilə çıxaram. Şey var, alternativ Haydar var. necə elədi? Alternativ var. Alternativ Sümeyyə ilə çıxaram. Ali Haydar düz eləmədi. Ha. Heç düz eləmədi. Yəni elə şey qaldı ya, yəni on yox deyə bilməzdi axı. Necə niyəsin ki? Özdə Biraz dirəndi də. serialda da. Niyə yox deyə? Onu deyirəm, dirəndi yəni. Dirəndi Başım yəni. ağrıyır. Yox deyərdi. Deyə bilmədi də yəni. O da Niyə desən qəşəng qızdır? o da qayıtdı dedi ki, kim gəlsə hə deyərdim. Elə bir Əsəb söz açığa istədi. dedi. Elə bir şey də Bacısı elə dedi. bir şey dedi ki, Haydarı. bu gecə o qədər stressli idim ki, kim gəlsə hə deyərdim. Ali Haydar. Desə bozo gəl. Onların onsuz da bu son bölümdə görmüşsülər reklamda. Efraim gəlir. Şey Haydar Ali getməyə çalışır, Bozo da ağlayır falan. Biraz Orada elə bir onlar ki, aşk- təzə fraqman çıxıb Haydar. Orada da bozo deyir öldürəcəm axı onu. Hə, öldürəcəm deyir. Deyir ki, Haydar Ali qaçmağa çalışır, hə. Ağlayır Bozo. Ya ürəyim doldu, biraz danışıram. Buyurun. Üzr istəyirəm, bu 5 bölümə qədər niyə pulları qəşəng xərclədilər? Evləri, yalılar, yatlar
5-ci bölümdə isə bütün serial oturağa keçdi. Niyə? Elə bir gözləntilərini qarşılamadılar. Gözləntiləri heç ümumiyyətlə qarşılamadı. Büdcə sıxıntısına mı düşdülər, yoxsa nə mi oldu orada? Yəni dizi çox qəşəng gedirdi, birdən oturağa keçdi. Marojna yeyirlər, atışma səhnələri getdi. Serial belə bir şey oldu, bitdi də. Aşağılı başladı. Mən aşiq oldum da, yəni çəkim. Mən də. Gəmi, lotka, bir ev oldu. Mən o evə heç vaxt kiralıq evlər olurdu. O evi görməmişəm. Çox maraqlı gəldi. Silah, çatışma, intriqa hamısı bitdi və kino Çünki oturaq keçdi. ilk İndi sezon serialları- finalına gedir. Mən dad ala bilmədim də. 5 bölümün dadı dodağımda qaldı və getdi. Türk seriallarında olur, açılış bölümləri zət belə çox Çəkmək şaşaqlı olur, hə, bildiyin. Eynən. Kitləyəndən sonra dedilər ki, hə, yəqin gedər bu serial. Getdi də zaten. Yəni Yoxsa- reytinqlərdə də birincidir. Niyə bunlar belə büdcədən qısırlar? Ssenarist şeydir. Necati Şarpmazın qardaşının adı nə idi? Raci Şaşmaz. Kurtlar Vadisi'nin senaristi odur, o yazır. Amma Kurtlar Vadisi'nin yeraltının qəti əlaqəsi yoxdur. Baxmısınız Kurtlar Vadisinə? Yox. Şalmanda bir xəstəlik var. Bu arada bunu da buradan etiraf edeyim. Keyfiyyət aşağı olan heç bir şeyə baxa bilmir. Ha, Kurtlar Vadisi'nin HD bölümləri var. Heç 720-dən aşağı, yəni 720 belə mən baxa bilmirəm. Kurtlar Vadisi serialı mən heç baxmamışam, sevmirəm də. Amma yəni yeraltı onun yanında belə şey olaraq, ssenarinin dərinliyi olaraq da şey də artıq. Boş qalır. Çünki niyə deyim də heç bir replika yoxdur. Kurtlar Vadisi my kanalı. Yox, amma şeyim olub, stikerlər var idi, çıxırdı 20 Mən qəpiyə qardaşım alırdıq var, baqqaldan şeylər mən yapışdırırdıq. də. Kurtlar Vadisi maykası vardı. Bu da canlı. Evdə bazardan aldırmışdılar. Qardaşım vardı mənim. Hələ də geyindirmişdilər mən. Yadıma düşdü biraz. O vaxtda baxmamısınız onda, uşaq vaxtı. Necə biz Aynesdən də baxırdıq. Hə, aynı. Həm Aynesdən baxırdım, həm Show TV-dən Baxırdım. baxırdım. Şey elədilər, aynısı yoxsa elə olduğu kimi qoyurdular. Olduğu kimi idi o vaxtda, dublyajsız idi. Amma məncə lazımdır. Niyə? Dövlət kanalıdırsa öz dilində şey eləməlidir. Şeyə başa düşürəm, xarici serialda, yəni təmiz başqa dildə heç kim başa düşmür də. Amma belə Yox, okeydir, amma bir şey var da, yəni rusca verirlərmi, vermirlər? Niyə türkçə? Türk dilinin az öncə fərqli dillərdir də. Ona görə məncə dublyaj olmalıdır. Daha da Düzdür, yaxşısı dublyaj, alt mən yazı. Biraz alt qəşəng, yazı. qəşəng deyilsə, Bizim məncə dublajı bəyənmirəm. Yəni dublyaj yaxşı deyil. Onsuz 2-3 nəfər uşağı da eləyir, böyüyü də eləyir, qızı da eləyir, oğlanı da eləyir, qəribə çıxır. Alt yazı daha yaxşı. yəni mən şey okeyəm, bir şeyin bəyənmirsiniz? lokalizasiya olması zor bir şeydir. Məsəl üçün xaricilərdə türklərin mən məsəl üçün xarici kinoların dublyajını zadı bəyənirəm hələ də. Eynən. Çünki adamlar mimikada belə balaca bir hərəkət olanda, yəni ağızdan çıxacaq səs lazımdırsa belə onu eləyirlər. Məsəl üçün bəzən ruslarda proqrama şey Ruslar söhbəti. yaxşıdır. Ruslarda da qəşəngdir. Ruslarda prosta biraz necə deyim, o özlərinə uyğun çəkirlər. Yəni mən məsələn rus dilində bir dənə kinoya baxanda çox da belə relate istəmirəm, amma türkcə baxanda daha relate istəyirəm özümü o söhbətdə. razıyam Türkçə, səninlə. türklərin dublyajı qəşəng olur, yəni. Amma Bizdə bizdə dublyaj dünyadan yaxşı dublaj ruslar deyirlər. Rusların Möhtəşəm Yüzyıl dublyajını izləmisiniz. Elə bilirsən ki, öz dilində baxırsan da çox qəşəng. Türklərin şey dublyajı yaxşıdır, Lord of the Rings. O dublyaj. Batman də yaxşıdır, bir də Transformers Shrek də dublyajı. yaxşı. Ay şey. Bir də ki, şey yerliləşdirmək, məsələn bir də var, sualtı qədəşlər, bəlkə baxmısınız. Çox qəşəng. Yerliləşdirməyi çox bəyənirəm. Türklər də şey eləmişdi, Obelix Asterix eləmişdi, yəni temel falan. Mən ümumiyyətlə şey xoşlayıram. Necə ki Amerikada məsəl üçün ssenaridə falan Meksikanlı olur, o öz ağzı ilə danışır falan var ya. Burada məsəl üçün mən belə türklərdə bir dənə oyun oynayırdım. Əsgərlərdə, əsgərlərdən biri Meksikanlıdır orada. Bunlar şey deyiblər, türkcəsi çıxıb oyunun dublyajıda. Dublyajda şeydir, Lazdo bildiyin. Ya, O aksent sabahdan qoyurlar. sonra duruyuruq, zad edir bildiyin konkret. Ləzzət edir, belə fərqi hiss edirsən, yəni rəngi çalarları hiss edirsən, ləzzət edir, qulaqda səs olur. Amma yenə də dublyajla baxa bilmirəm. Yəni o şeyi itirirəm. Hissini itirirəm serial. Mən hissi itirməyim yəni. Bir də- Türkcə baxıram bir şey. Bir dənə Squid Film Game-ə aşağıda qalır. baxmışam. Squid Game çünki Koreya dili qulağımı tırmalayırdı ya, məcbur o şey dublyaj. Mən də dublyajda baxa bilmirəm. Özüm bir dəfə dublyaja getmişdim, kino dublyajına. Sənin elə siz məsələn deyirsiniz, niyə özündən bir şey qata bilmirsən də. Sənə deyir ki, hə bu replikaları deməlisən, amma bu replikalar rola girib deməlisən. Hə. Və bir nəfər oturub sənə belə baxır. Çox qəribə olur da. Yəni sən tək olub mən belə dursam, yəni şey olsa, replika olsa və kameraya qarşı ya da nə bilim mikrofona qarşı tək olsam mən qəşəng rola girərəm də onu qəşəng deyirəm. Amma bir nəfər durub mənə Belə belə baxır. baxırlar. Hə, belə bax. Bunları öyrəşmişəm amma belə orada şey eləyə bilmirdim heç. Tam Aktyorlar şey özünə oldu da. tam sən elə baxırdılar. Aktyorluğun şey orada, yəni 100 nəfər baxırsan o hissə girməsən. Hə, mən də aktyor aktyorluq deyiləm də, getmişəm ki, mənim göyə diksiyam yaxşıdır, getmişəm indi dublyaj Səs eləməyə. dublyaj eləyən aktyor sayılır. Hə, Səs aktyoru Hə, o da sayılır, səs yəni. aktyoru. voice actor. O da nəsə belə rola girməlidir, o anı yaşayırmış kimi eləməlidir. Aktyorların özü də elə səs aktyorluq eləyir məsələn, Hə, xarici. Amma hər cizgi adam da ona filmlərində. bacarmır. Hər adamda da yaxşı. Əşrəfsiz bir dənə səsləndirən oğlan özü də aktyor imiş. Bu Hansı? arada Nisan abla dalıb gedərdi. Hə. Onun oğlan özü də aktyor imiş. Ha, o da bu qəşəng səs. Ən yaxşı səs türklərdə Okan Yalabık. Çox sevirəm. Çox iyi səsi var.
Parqalı bəlkə bilərsiniz. Ha. Parqalı, parqalı. O, hə, parqalı Mən deyək ki. mən bir dənə möhtəşəm bir söhbət açmışam. Bir dənə şeyə çox şok olmuşdum. Onu orada uşaq şeydə cavanlığın oynayan aktyorla Okan Yalabıq fərqli adamlar imiş bildin. Onu bilirdin sən. Prosta onlara da ödül veriblər də. Ən yaxşı gənc aktyor kimi şey vermişlər bildin. Hə, kast cəhətdən bomba kimi idi o. Rami bəy baxmayıb bu seriala. Möhtəşəm. Amma Baxmamısınız? baxlar. Baxın. Dəyər. Neçə bölümdür? Çox bölümdür. Boş verin. Amma görüntü kalitelidir. Yəni görüntü kalitesi var amma çox bölümdür. 3 sezon baxın bəsdir. Sonrası onsuz da o onu öldürdü, bu bunu öldürdü. Mən də axıra Tarixdə qədər də. baxmamışam. Çünki türk seriallar çox uzundur. 2 saat yarım serial olar sanırlar. Sən baxmısan da yəqin ki axırı. Axıra kimi baxmadım. Mən baxdığım ərəfədə uşaq idim də, onda elə yayınlandığı dövrdə baxırdım. Birdən xarici seriallara aulidəki oldum. Game of Thrones-a baxmağa başladım. Eyni paralel vaxtda Game of Thrones-da Möhtəşəm Yüzyıla baxanda deyirsən ki, bu nədir? Bir dəfə ona evdə oturub baxıram, təzə başlamışamdı. Yəni Əliyinə baxırdınız. yox, oturub baxıram, evdəkilər də Ramin, mama qurban bu nədir? Qorxmaq telefonda baxıram, bir də gördüm bir də səni gəldi. Tez şoda çıxıram ki, bu nədir? Yəni mən heç öyrəşməmişəm deyə o qədər çılpaq səhnələrdə, yəni bir izləyici olaraq öyrəşməmişəm. Adamlar var. Evdə səfərəm daim gedə bizdə idi. Mən də oturmuşam belə giz kimdə naşıqıza da taxmamışam. Belə baxıram, deyirəm ki, axırda bir kim 15 dəqiqəm qalıb da, deyirəm buna bitirim, çıxım da. Bildim hansı səhnədir. Cersei ilə Jaime səhnəsi. O məşhur səhnə. Yəni o qədər də ehtiyac yox idi yəqin ki. Nə? Bəzi çox açıq səhnələrə ehtiyac yox idi. Yəni o da Biz öz mentalitetimizlə baxmayaq da, xaricilər bunu bəyənir. Bilirsiniz nəyə görə deyirəm? Yəni hekayəyə bir dəxli yoxdursa, o dərəcədə ehtiyac yoxdur da. Məncə də var idi. Orada hə, Cersei ilə Jaime-də var idi. Çox girməyək bu mövzulara. Sən yaxşı baxmasan. Orada var idi. Ya ümumiyyətlə deyirəm. Yəni ümumiyyətlə o serialda çox açıq səhnələr var və hamısına da ehtiyac yox idi da. Hə, başa düşdü Cersei ilə Jaime-nin də o uşaq orada Sən tutmalıdır. qabağa eləyəndə çox şey qabaq eləmisən. Bəzi temalar ehtiyac yox qaçırdı. idi da. İlk sezonda audience çəkməyə üçün idi o çılpaqlıq. Sonradan məsələn Daenerys oynayan qız Emilia Clarke deyir ki, mən oynamıram artıq. 3-cü sezondan sonra deyir ki, mən çılpaq oynamaq istəyirəm. Görsən bir hekayəyə təsiri yoxdur. Yəni Hə də o Sapaq istəmədim. oynamağa Gərəksiz. görə yəqin pul verirlər, verməyiblər, o da yəqin. dublyor Biz istifadə əlavə edir. ödəniş alırlar axı. Hə. Şə və soyunmağa görə. Hə? Ona görə deyirəm. Aktyor dünyasına yeniliklər. Bilmirdiniz bunu. Yox, yəni iş yolu da. Niyə öpüşmüş onda mən əlavə ödəniş almıramsa? Mən bilmirdim, mən durum yəni. Əslində o İş öncədən belədir. kontraktda bağlanır ki, məsəl üçün 4-5 dəfə çılpaq səhnən olacaq, 2-3 dəfə öpüşəcəksən, ona görə Yalnız əlavə. şeydə yazır da, ssenaridə yazır. Hə də, Qabaqda məsələn- oxuyurlar ki, mən bunu oynayıram ya yox. Yox, bilirsən necə Desin, ssenari. gəldimlə ki, öpüşürsən, deyəcək, öpüşmək. Amma Türkiyədə məsələn bilirəm ki, ssenari həftədən həftəyə yazılır. Hə, Yəni o da bölüm dəyişir. ssenarisi olmur. Yox, 2 bölüm 2 həftədən 2 həftə hə, yazır. yəni Amma o zaten əvvəldən- kontrakt bağlananda deyir Yox, ki, kontraktda o deyə bilər saatlarla ki- öpüşə bilərsən də, yəni Hə, bunu hə, ya okeysənmi? İlk 13 seriyanı fixed olur, sonra dəyişirlər. Bəli. Ümumiyyətlə Tanış olsun obrazlar Hə. üzərindən. TikTokda ümumiyyətlə şeyə görə, TikTokun rəyinə, sosial media rəyinə görə dəyişirlər ssenarini çox vaxt. Hə, o da var. O da var. Məncə də onun təsiri də olur. Qəşəng serial çıxır bu arada. Daha 17 yoxsa Hə, gənclik otomat serialı. yəni çox gənc serialdır, yaz serialdır məncə. Çoxdan yaz serialı görmürük. Çoxdan gənclik serialı da görmürük. Hamısı mafiya, drama və şey, Mardində törə, namus, intiqam. Hə. Aşirət, aşirət serialları necə tutur Türklərdə Çox səbirləşirəm. baxırlar ona. Kürdlər, ərəblər. Şey var bir də, gülməli hal alıb da, qızılcıq şərbəti. Hə, o heç. Oyda yəni Komediyada o gəlir, o ölür. qeyri-ciddi. Ona heç şey bilmirəm. baxmamısan. Baxmağa qoya adını bir dənə şey o tekst olaraq görmüşəm orada. Aşirət seriallarına baxırsan. Yox məncə. Sən eşitsən məncə dəli olarsan ki, yəni Nələr deməli, var, hə? qardaşdır, arvadı var, Kanadada yaşayırlar, qardaş ölür, arvad gətirir onun meydini bu şeyə, Mardinə. Tak Kanadadan orada gətirir. qardaşı ilə ölən bu kişinin qardaşı ilə bunlar aşiq olurlar bir-birinə, sonra bunlar evlənir. Ay yox, onlar Sonra məcbur ölən evlənirlər. qardaş da gəlir çıxır nəfər sonra. Hə, o da ölməmiş kimi. Türklərdə bir dəqiqə Əslində şeydə onlar belə. məcbur evlənirlər. Ən məntiqsiz ssenari Amma kim aşiq Onu çəkəcək? sevirlər də bir-birlərini. Evlənməzdən əvvəl yox, sonra hə. Hə, amma deyir orada görən kimi aşiq oldum sənə. So qardaş yenə öldü məncə. Baxmamışam. Türkiyədə belə aşirətlərdə belə şeylər var da ki, belə bir ki, oğlan evlənib qızla, başa düşdün? Bu öləndə bunun qardaşı bunu almalıdır. Mən şey fikirləşirəm, otururlar belə ən mənasız ssenarini kim yazacaq və buna yapımcı tapacaq ki, Bu- bunu elətdirəcək. Bu orada Yarışmada deyil. adətdir. Yəni. Yox, yəni adamlar ona çox baxırlar. Məsələn, kuma varsa mütləq baxırlar yəni. Mənim videolarım ailə məişət mövzuları bizim millə xoş görür axı. Ay, sizin videolar Qəşəng gülməlidir. ana obrazımız var. Xoşum gəlir. Mən Qəşəng əslində ana olursunuz. Biz 5 kontent veririk də, anadır, atadır, parikli qızdır, bilmirəm görmüsünüz. Fərqli qız hə. Bəzi insanlar deyir ana xoşuma gəlir, bəzi insanlar deyir parikli obraz, bəzilər atalara. Belə hamısı
real həyatdan götürülmüş Biz şey. eynən də sadəcə biraz şişirdirik və təqdim edirik belə. Məsələn, mən belə blogerlərə çox maraqlı yanaşıram ki, fikirləşirəm ki, yəni Necə neçə ağıllı həyat gəlir? yaşayıbsınız siz bu qədər şey, necə bilə bilərsiniz, necə də nöqtə atışı. Ssenarilərimizi bizim başqa Hə, şəxs onu da bir yazır. podkastınızda gördüm, şok oldum. Ssenarilərimizi biz özümüz yazmırıq, amma Başlayandan belə idi, yoxsa sonradan yox, sonradan bizə bir komandanın böyütdüyü videoqraf, ssenarist və daha yaxşı nəticələr. Amma əldə etdik. başlanğıcı Buradan siz onlara etmisiniz, təşəkkür yəni ona edirəm. uyğun yazıblar da, yəni sizin rolunuz böyütdü. Yox, yeni obrazları onlar bəzilərini onlar qatıblar. ilk obraz kim idi? Məsəl üçün onların qatdığı obraz qızla ata obrazının. Görsən, yəni ana obraz Orijinal sizindir və o ən orijinal ən Bəli, yaxşısı bəli. odur. Çox maraqlı podkast idi ilk növbədə. Maraqlı kontentdir. Mən çox bəyəndim. İzləyicilər də ümid edirəm bəyənər. Dəvətiniz üçün də çox təşəkkür edirəm. Sizlərlə həm söhbət olmaq üçün çox xoş idi. Çox maraqlı idi. Məncə elə dördümüzün də fikirləri ortaq imiş. Buna da biraz sevindim. Tək mən belə düşünmürmüşəm. Çox gözəl bir podkast idi. Çox təşəkkür edirəm. Çox sağ olun Minnətdaram. Rami bəy, gəldiniz, iştirak etdiniz. Podkastımız da məncə də maraqlı oldu. Düşünürəm ki, izləyicilər də bunu bəyənərlər. Əminə xanım, Ruslan bəy, sizlərə də təşəkkür edirəm. Bye bye. Sağ olun. Eyvallah. Hələlik.